YouTube kanalımızda üçbucaq mövzusunun izahını verdim. İndi isə üçbucaq mövzusundan bir məsələyə baxaq. Məsələmiz belədir. ABC üçbucağında BD bölən AB 18 cm-dir, BC 20 cm, AC isə 19 cm olarsa DC'nin uzunluğunu tapın. Əvvəlcə üçbucaq çəkək. Nöqtələri qeyd edək. AB, C, BD-miz isə böləndir. Bölən olduğunu da qeyd edək. Daha sonra bizə deyir ki, AB 18 cm, BC 20-dir, AC isə 19 cm-dir. Üçbucağın belə bir xassəsi var ki, bunun buna nisbətinə bərabərdir. Bir teorem. Bir üçgende açıortay iniyorsa munun muna, munun da muna, munun muna. Yəni 18-in 20-yə nisbəti AD-nin DC-yə nisbətinə bərabərdir. Burada AD-ni x ilə işarə etsək, DC də 19 çıxıq x-ə bərabər olmuş olur. Yəni 18 bölü 20 bərabərdir, x bölünsün 19 çıxıq x-ə bərabərdir. 18 ilə 20-ni ixtisar eləsək 2-yə, 9, burada da 10 qalır. 10 vurulsun x bərabərdir, 9-u 19-a vursaq 9 və 9 81, 171 çıxılsın 9x, o da bərabərdir, 19x bərabərdir 171, x-imiz də bərabər olmuş olur 9-a. Daha sonra bizdən istəyirdi DC hissəsini, DC hissəmiz isə 19 çıxıq 9, yəni 10 cm bərabər olmuş olur.